Müharibə cinayətkarlarının məhkəməsi başlayıb. İndi biz Yasamal rayon məhkəməsinin inzibati binasında olan əməkdaşımız Südabə Cahangirliyə bağlanırıq. Ətraflı məlumatı ondan eşidəcəyik. Hər vaxtınız xeyir Südabə, buyurun, söz sizdədir. Hər vaxtınız xeyirli olsun. Bəli, tamaşaçıları da salamlayırıq. Sizi də qeyd etdiyiniz kimi hal-hazırda biz Yasamal rayon məhkəməsinin binasının gördüyünüz kimi qarşısındayıq. Bir qədər bundan əvvəl Bakı Hərbi Məhkəməsinin hakimi Elbər Allahverdiyevin sədri ilə məhkəmə prosesinin ilkin hazırlıq iclası yekunlaşdı və qeyd etmək istəyirəm ki, bu günləri bu məhkəmə binasında müharibə cinayətkarlarının 2 nəfər iştirak edən, həmin cinayətkarları iştirakçısı təqsirləndirilən şəxsin bu məhkəmə binasında hazırlıq iclası məhkəmə prosesi gedirdi. Hazırlıq iclasından öncə qeyd olundu, bütün prosedur qaydalarına uyğun olaraq məhkəmə prosesi öz axarınca həyata keçirildi. Yəni onu qeyd etmək istəyirəm ki, həm Mıkırtıçyan, Ludvik və Alyoşa Xosravyan 2 nəfər, onlar 1-ci Qarabağ müharibəsində Azərbaycanlılara qarşı törədilən işgəncələrdə təqsirləndirilirlər və xüsusilə də onu da qeyd etmək istəyirəm ki, Xocalı şəhəri yaxınlığında Ballıca deyilən bir ərazidə Azərbaycanlıların əsir götürülməsi, onların sonradan müxtəlif ərazilərə aparılması, həm İrəvana aparılması, həm o vaxtlar Şuşa həbsxanasına aparılması, orada onlara müxtəlif işgəncələr verilməsi, bunların sırasında həm mülki şəxslər də var, həm hərbi şəxslər də var. Azərbaycanlılara qarşı törədilmiş müxtəlif cinayət hadisələrinə görə onlar öz əməllərinə qarşı cavab vermək üçün bugün məhkəmə qarşısında dayanmışdılar. Onu da qeyd edim ki, məhkəmə hazırlıq prosesi qeyd etdiyim kimi bütün prosedur qaydalarına, məhkəmə qaydalarına uyğun həyata keçirildi. Onlar hər ikisi vəkillə təmin olunublar, eyni zamanda tərcüməçi ilə təmin olunublar. Dövlət ittihamçısı çıxış etdi. Eyni zamanda burada çox saylı zərər çəkənlər var idi. Onlar da məhkəmə prosesi ilə bağlı təyin olunması ilə bağlı heç bir etirazlarını bildirmədilər və eyni zamanda qeyd edək ki, məhkəmə prosesinin bütün hazırlıq prosesinə uyğun yekunlaşdıqdan sonra, tərəflər dinləndikdən sonra, yəni hazırlıq prosesinə uyğun, iclasa uyğun dinləndikdən sonra heç bir etiraz olmadığına görə məhkəmə iclası qərar qəbul etdi. Həmin qərara əsasən də iyunun 9-da bu məhkəmə prosesinin burada hərbi məhkəmənin hakimi ilə Elbər Allahverdiyevin hakimliyi ilə, sədrliyi ilə başlayacağı elan olundu. Demək 9 iyunda məhkəmə prosesi burada başlayacaq. Mən bir məqamı qeyd etmək istəyirəm. Yəni burada biz zərər çəkənlərlə məhkəmə prosesindən sonra kiçicik bir müsahibələr götürdük. Onlarla ünsiyyətdə olduq və eyni zamanda qeyd edin ki, o zərər çəkənlər hər iki təqsirləndirilən şəxslə bağlı istər Şuşada həbsxanasında, istər demək İrəvanda olduqları müddətdə onlara olmazın işgəncələr vermiş hadisələr barədə bizə elə hadisələr danışdılar. Mən onları yəqin ki, məhkəmə prosesindən sonra məhkəmə prosesinin gedişatı barəsində biz mütəmadi olaraq məlumat verəndə həmin məqamlara toxunacağıq. Yəni bu insanlıq əleyhinə törədilmiş cinayətlər idi. Mən kiçicik olaraq məhkəmə prosesi barədə bu qədər demək istəyirəm. Yəqin ki, biz növbəti buraxılışda həmin prosedur qaydaları, həyata keçirilən məhkəmə prosesi barədə daha geniş ətraflı məlumat verəcək və bir məqamı da qeyd edim ki, burada yəni onların bütün hüquqları təmin olunub, onu xüsusilə vurğulamaq lazımdır və eyni zamanda Ombudsman da, Azərbaycan Ombudsman da bu məhkəmə prosesində iştirak edirdi. Hələlik bizdən bu qədər. Biz yəqin növbəti buraxılışda sizə daha geniş məlumat verməyə çalışacağıq. Söz sizdədir. Təşəkkür edirik Südabə. Xatırladaq ki, müharibə cinayətkarlarının məhkəməsi başlayıb. Prosesin gedişatı haqqında ətraflı məlumatları Yasamal rayon məhkəməsinin inzibati binasında olan əməkdaşımız Südabə Cahangirli bizə çatdırdı.